Salam, hər vaxtınız xeyir. Mən Gülnar Əliyeva. Bu günləri sizlə zamanlar mövzusuna aid 4 sual tipinə baxırıq. Qarışıq olan sual tiplərdir bunlar. Birinci sualda zaman tipli testləri işləyərkən diqqətli olmalıyıq nələrdə? Zaman uzlaşmalarında. Yəni uzlaşmalara diqqət eləmək lazımdır ki, indiki ilə, indiki gələcəklə, keçmiş sadə, keçmiş bitmiş, yəni bunları bilmək lazımdır. Julia often snowboarding when she in the Alps. A variantı goes o tərəfi lift. Biri indiki, biri keçmiş olmaz. A gedər. C variantı went, bir də lives. Biri keçmiş, biri indiki zaman olmaz. Ona görə də gedər. C variantında əliyirik. Y variantı indiki, o tərəf keçmiş, bitmiş, ona görə gedər. B ilə D-nin arasında qalanda deməli D variantında haslə lived, biri indiki, biri keçmiş olmaz deyə əliyirik. Qalır nə? Düzgün variantımız B variantıdır. Went, bir də was living. Hər ikisi zaman uzlaşması düzdür. İkinciyə baxırıq. The British rarely. British bilirik ki, Britaniyalılar deməkdir, cəmdədir. Ona görə baxırıq variantlarda tək olan variantları, yəni təkdə olan feilləri eləmək lazımdır. Misal üçün, A-nı əliyirik ki, speaks, təkdədir. Y-ni əliyirik, is speaking, təkdədir, gedər. D-ni əliyirik, bu da gedər, speakdir, S var, yəni tək xəbərdir. Qaldı nə? B ilə C-nin arasında. Burada da uzlaşma pozulubdur B variantında. Çünki biri spoke'dur, biri prefer'dur. Biri keçmişdir, biri indikidir. Ona görə yanlışdır. Qalır nə? C variantı düzgün variantımız. Üçüncüdə yenə baxırıq uzlaşmaya. Burada before görürük. Before'un sağ tərəfi keçmiş sadə veriblərsə, bizə before'un o tərəfində isə keçmiş bitmiş lazımdır. O tərəf keçmiş sadədirsə, bu tərəfini keçmiş bitmiş götürürük. Elə birbaşa variantımız D variantı eləyir. Ümumiyyətcə ilə bu da keçmiş gəlibdir deyənə B ilə Y-ni atardıq. Elə A-nı da atarıq ki, indiki zamana aiddir. Və before'dan sonra da keçmiş sadə veribsə, digər tərəfini keçmiş bitmişlə veririk. Ona görə eləyir D variantı. Dördüncüyə baxırıq. Elə burada da before var. Before'da uzlaşma belədir ki, gələcək sadədirsə, əgər sol tərəfdə, digər tərəfdə indiki sadədir və bir də uzlaşması var ki, keçmiş bitmişlə before'un digər tərəfi keçmiş sadə ilə uzlaşmalıdır. Burada gələcək zamana aid olan bir şey yoxdur deyə elə birbaşa keçmiş bitmiş və keçmiş sadə olan variantımız B variantıdır, uyğun olan variantımızdır. Bu qədər.